Bugün o məlum tarixdən 25 dekabr 2024-cü ildən düz 1 il ötür. Təqvimlərdə bayram günü kimi qeyd olunan bu tarix Azərbaycan aviasiya tarixinə qanla yazılmış. Lakin eyni zamanda sonsuz bir qəhrəmanlıq dastanı kimi həkk olunmuşdur. Həmin səhər Bakıdan havaya qalxan Azərbaycan Hava Yollarına məxsus J2-8243 reysli 4K AZ-65 bort nömrəli Embraer 190 təyyarəsi üçün hər şey adi başlamışdı. Göyərtədə 62 sərnişin və 5 ekipaj üzvü, ümumilikdə 67 insan var idi. Onlar sadəcə evlərinə, Qroznoya uçurdular. Lakin talih onlara başqa bir sınaq hazırlamışdı. Təyyarə Qrozno səmasına yaxınlaşarkən bölgədəki hərbi gərginlik pik həddə idi. Dumanlı havada və elektron mübarizə sistemlərinin yaratdığı xaosda Rusiya hava hücumundan müdafiə sistemləri mülki təyyarəni səhvən hədəf seçdi. Pantsir S-1 raket zərbəsi birbaşa olmasa da yaxınlıqda baş verən partlayış Qusar adlı bu gümüşü qanadlı quşu ağır yaraladı. Sistemlər sıradan çıxdı. Təhlükəsizlik təlimatları yerini ölüm qorxusuna verdi. Həmin anlarda göy üzündə əsl cəhənnəm yaşanırdı. Amma kokpitdə Polad kimi bir iradə hökm sürürdü. Kapitan Igor Kshniakin və ikinci pilot Aleksandr Kalyaninov idarə olunmaz hala gəlmiş təyyarəni yaşayış məntəqələrindən uzaq tutmaq və sərnişinləri xilas etmək üçün Qroznodan geri dönərək Xəzərin o tayını, Qazaxıstanın Aktau şəhərinə istiqamət götürdülər. Bu ölümün qanadından keçən ən uzun uçuş idi. Kabinədə isə baş bələdçi milli qəhrəman Hökümə Əliyeva və həmkarları Zülfiqar Əsədovla Aydan Rəhimli sərnişinlərin son ümid yeri olmuşdular. Onlar qorxu içində olan insanlara təsəlli verir, hər kəsi xilas etməyə çalışırlar. Hamı kəmərlərini bağlasın. Hörmətli sərnişinlər, təlimata uyğun hərəkət edin, hər şey yaxşı olacaq. Hamı əyləşsin, kəmərini bağlasın. Dəhlizdə durmayın, təhlükəlidir. Saatlar 09:39 göstərildi. Aktau hava limanına cəmi 3 kilometr qalmışdı. Təyyarə artıq havada qala bilmirdi. O, Aktau torpağına çırpıldı. Qəza nəticəsində 38 nəfər, kapitan, ikinci pilot, baş bələdçi və 35 sərnişin həyatını itirdi. Lakin bu faciənin içində bir möcüzə var idi. 29 nəfər sağ qaldı. Bu insanlar pilotların son nəfəslərinə qədər sükanı buraxmaması və bələdçilərin fədakarlığı sayəsində ikinci dəfə həyata qayıtdılar. Azərbaycan dövləti öz qəhrəmanlarını heç vaxt unutmadı. Prezident İlham Əliyevin sərəncamı ilə sərnişinlərin həyatını xilas edərkən göstərdikləri misilsiz şücaətə görə Igor İvanoviç Kshniakin, Aleksandr Georgiyeviç Kalyaninov və Hökümə Cəlil qızı Əliyeva ölümündən sonra Azərbaycan milli qəhrəmanı adına layiq görüldülər. Sağ qalan və yaralı halda belə insanlara kömək edən Zülfiqar Əsədov və Aydan Rəhimli isə birinci dərəcəli rəşadət ordeni ilə təltif olundular. Bugün biz Igor, Aleksandr və höküməni sadəcə itirilmiş canlar kimi deyil, bir millətin fədakarlıq simvolları kimi anırıq. Onlar göy üzündə bir nöqtə deyil, qəlbimizdə bir dastan oldular. 25 dekabr artıq bizim üçün sadəcə qışın bir günü, adi bir təqvim tarixi deyil. Bu tarix hər il gələndə içimizi göynədən böyük bir kədərin, eyni zamanda sarsılmaz bir qəhrəmanlığın, mərdliyin və insanlıq dramının rəmzidir. Biz hər il bu tarixdə göy üzünə baxanda o gümüşü quşun içindəki pak ruhları xatırlayacağıq. J2-8243 sayılı reysin unudulmaz insanları. Siz mənzil başına çatmadınız. Amma Azərbaycan xalqının sonsuz sevgi və ehtiram limanına əbədi lövbər saldınız. Ruhunuz şad, məkanınız cənnət, xatirəniz isə hər zaman əziz olsun. Sizi unutmadıq və heç zaman unutmayacağıq.